Salamlar əzizlərim. Güneşli bir yaz səhərindən salamlayıram hər kəsi. Maşallah. Torpaq necə canlanır, necə gözəl özünə gəlir. Çiçəklər, bənövşələr. Əzizlər, bilirsiniz, bənövşələrin çiçəkləri yeməlidir. Bunu götürürük qışa. Yiyilən bir şeydir, yəni faydalıdır. Uşaq vaxtından biz əksər çiçəkləri yemişik. İndi bilinmir təbii ki. Sonra burada Novruz gülləri var. Təbiətdə mavi rəng çox az halda var. Ona görə də çox diqqət çəkən rəngdir. Bunlardan birisi də Novruz gülüdür. Və sarı çiçəklər. Allah'a həmd olsun, o qədər gözəl rənglər var. Bizlər bir quldan minnət eləyərək bir çiçək aldığımızda nə qədər sevinirik. Ancaq Allah bizim üçün nə qədər çiçəklər nəsib eləyib. Sadəcə görəcək gözlərə sahib olmalıyıq. Duyacaq qəlbə sahib olmalıyıq. Allah da hamımıza onu nəsib eləsin. Sağ olun.